Hər vaxtınız xeyir dəyərli şagirdlər. Bugün belə bir buraxılış imtahanına düşə biləcək sual tipi ilə qarşınızdayım. Sualımız belədir ki, el1 düz xətti el2 düz xətti ilə qarşılıqlı perpendikulyar olub, ABCD kvadratının BD diaqonalını özündə saxlayır. C nöqtəsinin apsisi 4 olarsa, el2 düz xəttinin tənliyini tapın. Burada C nöqtəsinin apsisi 4-dürsə, demək D nöqtəsinin apsisi də 4-ə bərabərdir. 4 ordinatı burada 0-dır. Və biz nə bilirik? Kvadratın diaqonalı bucağın tənbələni olduğu üçün burasını 45 dərəcəlik buradan bir bucaq ayıracaq. Onda F o D üst bucağına baxanda düz bucaqlı üst bucaqdır. Digər bucağı da 45 dərəcə olur və bu bir bərabər yanlı üst bucaq olur. OD-miz bərabər olur, kongruent olur OF-ə və hər biri 4-ə bərabərdir. Buradan tangens alfanı tapsaq, bucaq L1 düz xəttinin bucaq əmsalı, yəni K1 olsun. Yəni bu da tangens alfanı verir. Tangens alfanı tapsaq, tangens 45 dərəcə, yəni tangens 45 dərəcə bucaq əmsalı 4-ün 4-dən nisbəti 1-i verdiyi üçün. Amma bu x oxunun müsbət istiqaməti ilə kör bucağı əmələ gətirdiyinə görə tangens 135 dərəcəni tapmalıyıq. Bu da mənfi 1-i verir. Deməli K1 L1 düz xəttinin bucaq əmsalının mənfi 1 tapdıq. L2 düz xəttinin tənliyini istəyirdi. Düz xəttlər nə vaxt bir-birinə perpendikulyar oldu? Onların bucaq əmsallarının hasili mənfi 1-i verəndə. K1 mənfi 1-dir. K2-ni tapsaq, o da mənfi 1. K2 buradan 1-i verir. Deməli, L2 düz xəttinin bucaq əmsalı 1-dir. Düz xəttin tənliyi də Kx üzərinə gəl 5 şəklində olduğuna görə y bərabərdir. K-nı 1 tapdıq. 1 vurulsun x ilə x-in özünü verəcək. X olacaq. Üzərinə gəl B qalır. Buradan da B-ni tapmaq üçün y oxunu kəsdiyi nöqtədə, hansı nöqtədə kəsir? 0-4 nöqtəsində. Buradan y 4'tü, x də 0 olduğu üçün 0 üzərinə gəl B, B-miz 4 oldu. Yerinə yazanda x üzərinə gəl 4 olacaq. Deməli, L2 düz xəttinin tənliyi y bərabərdir x